Salam. BIM 20 sınaq test toplusundan 13-cü sınaqda 28-ci sual var idi. Yazı tipli sual, onun həllinə baxaq. Deməli, sualın şərtində mərkəzi O nöqtəsində olan iki konsentrik çevrənin əmələ gətirdiyi halqanın sahəsi, yəni rəngli hissənin sahəsini verib bizə 25 pi. Böyük çevrənin AB vətəri kiçik çevrəyə M nöqtəsində toxunur. Bu vətərin uzunluğunu bizdən soruşur. Yəni bizdən soruşur AB bərabərdir sual. Əslində bunun üçün hazır bir qayda var, düsturu var. Onu birinci deyim. Halqanın sahəsinin tapılması üçün vətərdən asılı olan düsturdur. Və S bərabərdir pi vurulsun. Modulda həmin vətərin kvadratı bölünsün 4. Bunu bərabər edirik 25 piyə. Burada pi'lər ixtisar gedir. Alınır ki, AB kvadrat bərabərdir. Çarpaz vursaq 4 vurur 25. AB bərabərdir. Yəni 4'ü 25'e vuranda 100, kök alsaq 10 olur. Doğru cavabımız. Amma bu yazı tipli olduğu üçün bunun həlli bizə lazımdır. Həlli bəs necə olacaq? Demək, biz burada bilədiyən birinci üsulumuz bizim düstur üsuluydu. Amma ikincisi bizə həll lazımdır. Burada həll tələb olunduğu üçün. M və O nöqtələrimizi birləşdirsək, konsentrik çevrələr o idi ki, mərkəzlər üst-üstə düşən çevrələr idi. Deməli, bizdə O və M nöqtələrini birləşdirsək, M və O nöqtələrini birləşdirsək, bu kiçik çevrənin radiusu olar. A və O nöqtələrini birləşdirsək, bu isə böyük çevrənin radiusu olar. O nöqtəsi ilə M nöqtəsini birləşdirdik. Yəni çevrənin radiusu AB vətərinə perpendikulyar olur. Radius toxunana perpendikulyar olur. AB vətəri kiçik çevrəyə toxunan olduğu üçün bu bucaq 90 dərəcə olur. Yəni gördüyümüz AMO üçbucaqlı, düzbucaqlı üçbucaqdır. Burada Pifagor teoremi için yaza bilərik ki, R kvadrat çıxılsın R kvadrat bərabərdir. Yuxarıda olan vətərin AM hissəsini A ilə işarə edək. Həmçinin MB hissəsi də A olacaq. Çünki mərkəzdən vətərə çəkilən perpendikulyar vətəri yarıya bölür. Yəni hər iki hissə bir-birinə bərabərdir. Bərabərdir A-nın kvadratına. Və biz halqanın sahəsi üçün düstur bilirik ki, yəni bu məlum düsturdur ki, halqanın sahəsini, rəngli hissənin sahəsini tapmaq üçün ümumi fiqurun, yəni böyük dairənin sahəsindən pi r kvadratdan çıxmalıyıq içəridə olan kiçik dairənin sahəsini. Pi-ni mötərizə xaricinə çıxarsaq, qalar r kvadrat, çıxılsın r kvadrat bərabərdir 25 pi. Hər tərəfdən pi-ləri ixtisar aparsaq, r kvadrat çıxılsın r kvadrat bərabərdir 25 alınır. Bu da a kvadratdır. Onda buradan alınır ki, a 5 imiş. A 5 olduğu üçün bizdən AB vətərinin uzunluğunu soruşur. Bunu modulda da yaza bilərik. AB vətəri bərabərdir 5 üstə gəl 5 bərabərdir 10. Yəni hər iki hissə AM də 5, MB də 5 olduğu